Bilmirəm sizdə də belədir yoxsa tək mənəm. Hər axşam yerimə girəndə elə bilirəm ki, günüm boşa gedib. Maraqlısı odur ki, gün ərzində oturmağa 5 dəqiqə vaxt tapmıram. Amma axşam beynim yaxamdan yapışır ki, bu günüm boşa getdi. Bu gün heç nə eləmədim. Deyəsən artıq zaman bizim üçün təbii şəkildə axan bir şey deyil. Zamana qiymətləndirilməli olan bir resurs kimi baxırıq. Biz vaxtı yaşamaq əvəzinə onu idarə etməyə, planlamağa, optimallaşdırmağa, səmərəli istifadə etməyə çalışırıq. Müasir insanın saatı heç vaxt dayanmır. Hamımız səy kimi ora-bura tələsirik. Amma qəribədir ki, çoxumuz hara çatmaq istədiyimizi də bilmirik. Kapitalizm bizim təkcə əməyimizi satın almır. Gələcəyimizdə əvvəlcədən behini verib mənimsəyir. Çünki biz bugünkü vaxtımızı sabaha qurban veririk. Biraz da işləyirsən, sonra deyirlər biraz da təcrübə yığ. Təcrübə yığırsan, deyirlər biraz da maaşın artmasını gözlə. Maaş artır, inflyasiya o tərəfdən başını çıxarır. Sənin həyatının ekranında ömür boyu loading yazısı qalır. Sistem insanı gələcəyə ümid eləməyə məcbur eləyir. Amma heç vaxt həmin gələcəyə çatmağa qoymur. Bir məqsəd bitən kimi yerinə başqası gəlir, bir arzunun yerinə dərhal başqa arzu tutur. Kapitalizm bizi vaxtımızı oğurlayaraq yox, gələcək vəd eləyərək idarə eləyir. Dayanmaq, boş vaxt keçirmək müasir insan üçün faciəyə bərabərdir. Çünki hər dəqiqə nəsə eləmək lazımdır. Halbuki insanın bəzən heç bir məqsədi olmadan küçədə gəzməyə, pəncərədən baxmağa, susmağa ehtiyacı var. Amma insanlar kafedə oturub boş-boş çölə baxsa, 5 dəqiqədən sonra telefonunu əlinə alır, kompüteri açıb yalandan qurdalanır ki, ətrafdakılar boş-boş oturub vaxt öldürdüyünü bilməsin. Sistem boş oturmağın ayıb olduğunu beynimizə yer edib. Özümüzü insan kimi yox, şirkət kimi aparırıq. Elə bil məhdud məsuliyyətli cəmiyyətik. Mütləq nəsə istehsal eləməliyik, dayanmadan işləməliyik, vaxtımızı səmərəli istifadə eləməliyik kimi yaşayırıq. Halbuki biz axşam yorğanı başımıza çəkəndə vaxtımızın boş keçdiyi haqqında yox, ömrümüzün su kimi axıb getdiyinin qayğısını çəkməliyik.